Hər vaxtınız xeyir əziz izləyicilər. Məlumdur ki, Ermənistanda keçiriləcək parlament seçkilərinə artıq çox az zaman qalıb. Hazırki siyasi mənzərədə Ermənistanın hazırki baş naziri Nikol Paşinyana qarşı Robert Köçəryan da rəqibdir. Bugün mənim müsahibim Robert Köçəryanla görüşmüş və onunla söhbət etmiş jurnalist Kamal Əlidir. Kamal bəy, hər vaxtınız xeyir. Salam, sizi alqışlayıram. Mən jurnalistəm 95-ci ildən və 99, 2000-ci və 2001-ci ildə mən Qarabağda və Ermənistanda olmuşam. Köçəryan baş naziri olanda 99-cu ildə və sonra o çevriliş elədi, Petrosyanı prezident vəzifəsindən devirdi, özü oldu prezident Ermənistanda. Və onda da görüşdüm onunla və görüşlər, birinci görüş onların prezident sarayında, Bağramyan küçəsində keçirdi. Böyük zal, uzun ağ stolda və mən diqqətimi cəlb edən o oldu ki, divarda Bakı kondisionerləri var idi. Bakı 200, 2500 o vaxt. Mən onu da belə yumor kimi göstərdim Köçəryana. Dedim ki, Bakıdan gəlmişik, burada yəni sanki Bakını görürük. Və uzun söhbətlər oldu. Orada mən tək mən deyildim, digər 4 bizim jurnalist və Gürcüstan jurnalistləri və ən kəsərlisi oldu ki, mən ona dedim Köçəryana, siz burada gözəl sarayda oturmuşsunuz, bizi qəbul edirsiniz, amma fikirləşmirsiniz ki, bir vaxtı sizi buradan qovarlar. Erməni xalqı sizi buradan qovar. O da nəsə bir belə ortalama cavab verdi, belə əyri gülüşü ilə mənasız bir cavab verdi, yəni xalq özü bölər nəsə. Mən o vaxtı bilmirdim ki, həqiqətən bu adam oradan qovulacaq, saraydan qovulacaq və bilmirdim ki, hətta həbsxanaya düşəcək. Məndə olan məlumata görə Ermənistanda əski məhbuslar prezident ola bilməzlər. Onun da boynunda bir ağır ittiham var. Hələ ki orada qərar qəbul olmayıb, Köçəryan prezidentliyə verirmi, yoxsa onlardan kimsə verirmi, bəlkə oğlu mu verəcək, onu dəqiq bilinmir, amma onun partiyası gedir seçkilərə. Və keçən həftə çox maraqlı qərar elan oldu. Serj Sargsyan və onun partiyası seçkidən imtina etdi. Bu deməkdir ki, Serj Sargsyanın seçiciləri, tərəfdarları birləşəcəklər Köçəryanın tərəfdarları ilə bir düşərgədə. Bunların niyyəti də, arzuları da təxminən eynidir də. Yəni bunlar Qarabağ klanıdır. Həm Köçəryan, həm Sargsyan. Bununla da Köçəryan partiyasının mövqeyi gücləndi. Ermənistanda 3 siyasi cərəyan var, siyasi partiya var. Biri Paşinyandır, hələ ki onu ən güclü iştirakçı kimi ermənilər göstərirlər. İkinci həmən bu Karapetyan və onun partiyasıdır ki, birbaşa Rusiyaya bağlıdır və erməni xalqı bir vaxtı güclər kimi inanırlar ki, bu Karapetyan insanlara pullar paylayacaq, Ermənistan birdən-birə güclənəcək. Üçüncüsü də keçmiş Qarabağ klanıdır. İndi Sargsyan öz adamlarını təhvil verdi Köçəryanlara, yəni Köçəryanın partiyasıdır. Doğrusu, mən Ermənistan mətbuatını, sosial şəbəkələri və oradakı mənim tanışlarımla ünsiyyətdəyəm. Mən bilirəm ki, onun Qarabağlıların orada hakimiyyətə gəlmək ehtimalı çox aşağıdır. Mənə görə 10%dir, ondan da az faiz deyirlər. Hələ ki Paşinyan irəlidədir. Lakin nəzərə alaq ki, Paşinyanın rəqibləri də kifayət qədər təhlükəli insanlardır və həmçinin burada Rusiya faktorunu da nəzərə almaq istəyərdim. Rusiyanın bura müdaxiləsini necə qiymətləndirirsiniz? Seçkilər ərəfəsi hansı təzyiqlər görə bilərik? Bunun söz çox doğrudur qardaş. Çünki Putinlə Paşinyanın son görüşü 3 gün keçib deyəsən, çox yox. Orada Putinin atdığı, necə deyirlər, atmacalar birbaşa onu göstərir ki, Rusiya Ermənistan üçün vuruşacaq və Ermənistan Rusiya üçün sakral, yəni belə ilahi məna kəsb edir. Çünki balaca ölkə olsa da
Rusiyanın orada böyük bir planları var. Bu regionda qarmaqarışıq salmaq üçün digər ölkələri, yəni Azərbaycanı, Gürcüstanı yenə öz təsiri altına salmaq üçün Ermənistan gözəl alətdir. Ermənistanda çox böyük hərbi baza var və ona görə mən inanmıram ki, o Rusiya ki, Ukraynada 5 ildir vuruşur, birdən-birə Ermənistanı elə belə əldən versin. Ona inanmıram. Ona görə və bu onu göstərir ki, Paşinyan əgər həqiqətən demokratik yolla qələbəyə gedəcəksə, Rusiyanın Ermənistanda qüvvələri, o qüvvələr də çox böyükdür və sayı imkanları da çoxdur. Orada qarmaqarışıq salacaqlar. Misal üçün, necə ki, Rus qüvvələrinin Ermənistan parlamentdə siyasi adamları güllələdiyi kimi məşhur hadisədir. Onun nəticəsində elə Petrosyan vəzifədən getdi və gəldi Robert Koçaryan. Karapetyan və Köçəryan ssenarisi Azərbaycan üçün də yaxşı bir şey vəd etmir. Əsasda sülh üçün. Çünki bu insanların sülhə olan münasibətini və Azərbaycana olan münasibətini bilirik. Sülhə hansı ziyanı vuracaq? Onlar əgər bu ehtimalı nəzərə alsaq ki, seçilərlərsə. Köçəryan bu yaxınlarda bir söz dedi. Bu sözü ona görə dedi ki, Ermənistanın ictimaiyyətində Köçəryan və Sarkisyan bu Qarabağ klanı müharibə tərəfdarları kimi qəbul olunurlar və təbii ki, Ermənistanda heç kim yenidən Azərbaycanla müharibə, heç kim demirəm, əksəriləri yenidən müharibə etmək istəmirlər və bunu bilərək Köçəryan bəyan etdi ki, mən hakimiyyətə gələcəm və mən müharibə etməyəcəm. Onda sual olunur ki, əgər sizin həyatınızın məqsədi Qarabağı qaytarmaqdırsa, siz müharibə etmədən bunu necə edə bilərsiniz? Yəni, bunun bəyanatı bir sual altında olaraq qalır. Köçəryanın hakimiyyətə gəlməsi bizə xoş heç nə vəd etmir və buna qarşı olaraq Azərbaycan ordusu 10 qat güclənib bizim prezident dediyinə görə. Yəni, bunun qarşılığı edilir. Bu ki, qaldı Karapeçana, bəlkə bu daha da ağırlı nəticə gətirər. Çünki Karapeçyan birbaşa Rusiya, bunu Paşinyan da dedi Putinə. Birbaşa Rusiya vətəndaşıdır və elə bil ki, Rusun hakimiyyətə gəlməsi nə deməkdir? Bu iki namizədi müqayisədə canlı gördüyünüz Köçəryandır deyə soruşuram. Mənim üçün maraqlıdır. Onunla bağlı ağlınızda qalan hər hansı bir xüsusi nüans, onu necə xarakterizə edərdiniz şəxsi keyfiyyət olaraq gördüyünüz qədərilə təbii ki? Bilirsiniz, kimsə əgər deyir ki, ermənilər ağılsızdır, onların liderləri ağılsızdır, bu səhv fikirdir. İndi ermənilər təbii ki, içində müxtəlif adamlar var, amma liderlər böyük, çox hallarda ağıllı olurlar. Yəni, ağıllı olmasa o irəliyə, hündürə qalxmaz. Əlbəttə ki, ağıllı adamdır, qəddar adamdır, bu onun sifətində, onun gülüşün formasında görünür. Özünü sevən, çox belə kişiyana adamdır. Bu məsələdə ermənilərə, xüsusən də Qarabağlılar Azərbaycana yaxındır. Belə özünü idmançı kimi, mərd insan kimi göstərməyə meyillidir. Amma məsələ əqidədədir. Ağıllı adam əqidəsi xarab ola bilər. Yəni, əgər onun kiminsə əqidəsi qonşu xalqın torpağını ələ keçirməkdir, orada daşı daşına qoymamaqdır, hər şeyi dağıtmaqdırsa, artıq bu əqidə yoxdur, ağıl olsa da. Köçəryanın orada hakim olduğu dövrdə bizim ərazini qovublar, dağıdıblar, insanları öldürüblər və qovublar. Təbii ki, bu adam 30 ildə yaxşılığa doğru dəyişə bilməz, pisliyə doğru dəyişə bilər və onun və yaxud onun adamlarının Ermənistana gəlməsi, hakimiyyətə gəlməsi bu ilk növbədə ermənilər üçün böyük faciədir. Biz isə məcburən müharibəyə hazır olmalıyıq. Gözlənilməz hadisələr oldu. Misal üçün, bir günü mən səhər Xankəndində oteldə qaldırdıq. O otel o vaxtı Sovetin vaxtında Komünist Partiyası rəhbərliyinin qonaq evi idi.
Yəni o dövrdən qalmış bina idi. Çıxdım, səhər tezdən bir kofe verdilər mənə. Baseynin, hovuzun qırağında və orada bir erməni qulluqçu var idi. Deyəsən süpürürdü, yoxsa tozunu təmizliklə məşğul idi. Bu məndən soruşdu, sən Azərbaycandansan, bilirdik ki, Azərbaycanlılar burada var. Dedim, bəli. Və mənə maraqlı bir, mənim də cibimdə diktafon var idi, onu necə deyərlər, yandırdım, işə saldım daha doğrusu. Və bu mənə bir-iki dənə söhbət oldu, birdən dedi ki, siz nə vaxt gələcəksiniz? Mən dedim, soruşdum, necə sizin həyatınız burada necə keçir? O da mənə dedi, Əşibədə də, siz nə vaxt gələcəksiniz ki, bunlar başımızdan qıraq olsun. Və gözünü qaldırdı yuxarıda ikinci mərtəbədə bu Qaravulçu xüsusi xidmətin işçisi fırlanırdı, bizim təhlükəsizliyimizi təmin edirdi. Bunu dedi və tez də getdi. Mən qaldım məəttəl. Dedim, bu doğrudan mı, belə bir söz deyə bilərmiyim? Xankəndin mərkəzində, özü də belə bir qoruyan yerdə. Sonra bir ayrı görüş zamanı Ermənistanın Saqqazor kurort şəhəri var. Orada Sovet vaxtında Yazıçılar İttifaqının istirahət məkanı olub. Sovet yazıçıları. Orada konferans keçirdi, yenə bu mövzuda. Yemək yeyən yerdə ofisantlar, xörək paylayanlar qadınlar idi. Biri yaxınlaşdı, yavaş-yavaş mənə dedi, sən Bakıdan gəlmişsən, dedim, mən Bakıdan gəlmişəm. Bu nəsə belə sevincək nəsə dedi, getdi. Mən də başa düşmədim bu nə istəyir. Yanında da Azərbaycan dilini bilən erməni jurnalisti var idi. Alyoşa Manvilyan, o da təcrübəndi. Həmən günün səhərsi o qadın gəldi və padnosunda üstü bağlı, belə mələfə ilə bağlı bir yemək var idi. Açdı xəlbəti görməsinlər deyə mənim qabağıma bir doğğa qoydu. Yəni, digər olanlar ayrı yeməkləri yeyirdi, təkcə mənə doğğa. Dedi, bilirəm, dedi, Azərbaycan ilə danışırdı. Dedi, siz doğğanı çox istəyirsiniz, mən evdən pişirib sənin üçün bunu gətirmişəm. Belə məhtəl qaldım və yedim də onu. Normal yemək idi. Sonra bu Alyoşa Manvilyan mənə dedi ki, bu Saqqazor istirahət mərkəzində Bakı qaçqınları, ermənilər yaşayırlar. Yaşayırlar və işləyirlər. Axşam bir türk dilində danışan bir erməni bığlı, yekə bığları var idi, əsl belə türkə oxşayan, yaxınlaşdı. Yanında da həyat yoldaşı var idi, yaxşı adamlar idi. Dedi, türkçə, dedi, sən Bakıdan gəlmişsən, dedim, hə. Dedim, mən erməniyəm, Amerikada yaşayıram, amma Türkiyəliyəm, Türkiyədə yaşamışıq, sonra köçmüşəm Amerikaya. Mən, dedi, Türkiyə ordusunda topçu olmuşam, zabit. Dedim, çox yaxşı. Nə sözünüz var? Mənə dedi, Kemal Paşa, yaxşı olmazmı ki, siz Qarabağı da bir dəfəlik erməniyə verəsiniz? Ermənilər burada yaşayırlar, onsuz da onu bilirsiniz. Müharibə oldu, insanlar qırıldı. Bir də müharibə olmasın da, necə varsa belə qalsın, dostluq olsun, qardaşlıq olsun, necə əvvəl olduğu kimi. Yəni, qərəz Qarabağı qaytarmaq istəmir. Mən də onda dedim ki, yox, mən buna razı deyiləm. O çox belə və yazırdı, kameraya yazırdı bu söhbəti. Çox mənə təsir elədi. Gördüyün məqsədi o idi ki, mən hə deyim, o da yaysın ki, bu Azərbaycan jurnalistlər gəldi və Qarabağı verdilər. Baxmayaraq ki, jurnalistlərin elə bir ixtiyarı yoxdur, amma propaganda üçün gedərdi. Orada Amayak Aqanisyan var, bir gün də o adam var. Fəal da politolog, məşhur politologdur. Ermənistan politologların ittifaqının sədridir. O zaman o çox radikal danışırdı və onun otağında Böyük Ermənistanın xəritəsi də var idi və Montemernokanyanın terrorist şəkli də var idi divarda, portreti. Yəni, bu açıq millətçi insandır. Yəni, o dövrdə onların o cür danışmağı, radikal bizə qarşı danışmağı təəccüb doğurmurdu. Amma təəccüblü oldu ki, hardasa bir-iki həftə bundan qabaq mən YouTube'da onun videosunu, çıxışını gördüm. Azərbaycandan xitabən bizə yönəlik video yazıb. Və o videoda olduqca sülhpərəst, olduqca Azərbaycanlıları, türkləri istəyən, sevən və erməni millətçiliyinə qarşı çıxış edən və əvvəl ermənilərin o keçdiyi yolu qınayan, lənətləyən bir insan kimi özünü göstərdi.
Mən necə deyərlər, qurdum qaldım ki, aman bu həmin o Mayak Aqanisandırmı ki, Monte Melkonyanın şəklində başının üstündə asıb bizə mövzuya oxuyurdu. Və sifəti də dəyişməyib, heç qocalmayıb da. Amma üstündən 20 ildən çox vaxt keçib. Bu insanlar çox yaxşı vəziyyətə uyğun özlərini aparırlar. Qalana bilirlər. Güclünün yanında özlərini hərif göstərirlər, ya yazıq bir gücsüz tərəfi görəndə üstünə xox eləyirlər. Mən indi onların hərəkətlərinə o cür başa düşürəm və hətta Paşinyan da indi bizdə populyardır, amma bu həmən Paşinyandır ki, Xankəndində mitingdə Qarabağ Ermənistandır və nöqtə dedi. Həmən Paşinyandır, ondan sonra da müharibə oldu. Ona görə Azərbaycanın silahı həmişə iti olmalıdır.